Heç bilirsiniz Gianni Rodari kimdir? Gianni Rodari bir çoxlarımızın sevərək izlədiyi Çippolino cizgi filminin əsərinin yaradıcısıdır. Gianni Rodari 1920-ci il oktyabr ayının 23-ü İtaliyada çörəkçi ailəsində dünyaya gəlir. 10 yaşı tamam olmamış atasız qalır. Rodari ailəsi iki qardaşı Cesare və Mario eyni zamanda anası ilə birgə kəndə köçməli olurlar. Çox ehtiyac içində böyüyürlər. Lakin Gianni'nin qəlbində kitaba, şeirə, sənətə hər zaman xüsusi bir yer olub. 1948-ci ildə jurnalist kimi çalışarkən uşaqlar üçün də kiçik əsərlər yazmağa başlayır. Bu sahədə çox böyük uğur qazanır. Onun əsərləri milyonlarla insanın ürəyinə yol tapır. Gianni Rodari yaradıcılığa ilk olaraq şeirlərlə başlayır. 1951-ci ildə Şən Şeirlər kitabçası adlı ilk şeir kitabını buraxdırır. Daha sonra isə ona dünya şöhrəti qazandıran Çippolinonun macəraları adlı kitabını yazır. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə Çippolino nağıl filmi çəkilir. 1970-ci ildə yazıcı çox prestijli Hans Christian Andersen mükafatına layiq görülür. Gelsomina Yalançılar ölkəsində Gianni Rodari'nin ikinci uşaq romanıdır. Bundan əlavə Mavi Oxun Səyahəti adlı əsəri də 1954-cü ildə çap olunur və bir çox ürəklərə, qəlblərə yol tapır.